Uşaq yaşlarımdan böyük ailələri görəndə həmişə arzulayırdım ki, mənim də böyük ailəm olsun, gözəl bir ana olum, hər səhər onları dərsə yola salım, axşam qarşılayım, sevdikləri yeməkləri bişirim, arzularını gerçək edim, amma həyat başqa cür yazdı. Bu sözləri əməkdar artist Aybəniz Haşimova sosial şəbəkədəki paylaşımında yazıb. Müğənni tələbələrini evində qonaq edərək həmin anın görüntülərini izləyiciləri ilə bölüşüb. Bioloji olaraq belə bir böyük ailəyə sahib ola bilmədim, lakin Allah mənə tələbələrin vasitəsilə böyük bir ailə bəxş etdi. Bugün çox xoşbəxtəm ki, mənim elə gözəl balalarım var. Kimisi məni ana, kimisi nənə bilir. Bu sözləri, bu hissləri mənim üçün dünyanın ən gözəl nemətdir. Dərsdən sonra uşaqlarımla bir ənənəni yaşadıq. Yerdə süfrə salıb birlikdə yemək yedik. O qədim ailə abu-havasını hiss etmək, o səmimiyyəti yaşamaq mənə çox böyük zövq verdi. Əyləşə bilməsəm də sadəcə baxmaq belə xoş idi. Bu duyğular mənim üçün həyatda ən böyük səadətdir.